Salam değerli izleyiciler, kanalımıza hoş gelmişsiniz. Bugün sizinle robot kostyumun hazırlanma videosunu bölüşeceğim. Bir neçə materialdan istifadə eləyərək siz də bu formada robot kostyumu, kaskını və əlcəklərini hazırlaya bilərsiniz. İstəsəniz bir neçə detayı özünüz də zövqünüzə uyğun olaraq əlavə eləyə bilərsiniz, yaxud çıxarda bilərsiniz. Mən bu kağızı məktəbli ləvazimatları satılan mağazadan əldə etdim. Gümüşü parlaq kağız desəz, qalınlığı da var. Kardon kimidir. Əldə eləmək olar. Hətta bu ekran görüntüsünü götürüb göstərsəz, məncə sizə köməklik eləyə bilərlər. Kiçik hissələrə bölüb robotumuzun üzərini bükəcəm. Robot üçün istəsəniz ayrıca paltar tikə bilərsiniz, yəni özünüz hazırlaya bilərsiniz. Mənim əlimdəki paltar isə müştərim öz övladının kombizonunu vermişdi. Onun üzərində işlədim, ölçünü dəqiq bilmək üçün. Amma istəsəz adi şalvar kofta ayrı-ayrı da hazırlaya bilərsiniz təbii ki. Yaxud da dediyim kimi əvvəldən özünüz kombizon hazırlaya bilərsiniz, yaxud da şalvar köynək tikə bilərsiniz. Bu formada ön hissəni belə deyim, asimetrik hissələrdən hazırlayacağım. Qol və ayaq hissələrdə sadə parçalardan istifadə eləyəcəm, yəni kvadrat düzbucaqlılar. Bu hissənin, ön hissənin daha fərqli görüntüsü olması üçün balaca fiqurları tam ölçü ilə eyni ölçülü kəsmədim, müxtəlif ölçülü üçbucaqlar formasında. Və kant üçün adi qara məxməri kənar dartılan hissədən kəsib istifadə eləyəcəm. Bunun əvəzində sadə kant və yaxud qara adi paltar ipindən istifadə eləmək olar. Baxın, belə zolaqlar kəsib dartdıqda kant formasını alır. Bütün paltarı bükdükdən sonra qol altı, diz, dirsək hissələri bükmürəm. Hətta mən bu hissəni qapatmışam, amma daha sonra ön hissəni də, dirsək hissəni də açıq qoydum. Bu isə dizlərin bükümüdür. Bəzi hissələrdə paltarın rəngini itirmək üçün boz rəngdən boyadım. İndi isə robotumuz üçün kask hazırlamağa başlayıram. İlk mərhələdə adi suya batıracaq kağızları, sonraki mərhələdə kleyli suya. Kley isə PVA-dır. Sadəcə qabında qapağı yaxşı bağlanmırdı, qurumasın deyə belə bankaya tökmüşəm. Və vərəqləri əlimizlə belə cırmaqda əsas məqsəd kənar konturların itməsidir. Yəni qayçı ilə kəsməyin. Bu formada daha səliqəli və hamar bir dairə əldə eləyəcəksiniz. Daha doğrusu kürə əldə eləyəcəksiniz. Bu qaydada eyni formada Novruz yumurtaları və digər dairəvi yumurta dekorlarını hazırlaya bilərsiniz. Göz hissəni bu formada ayırdım. Dediyim kimi ilk mərhələdə yalnız sudan istifadə edirik. Digər mərhələlərdə isə hər dəfə kleyli suya batırırıq. Ən azı 5-6 qat etdim ki, əyilməsin, dairəvi formada qalsın. Bu formada quruyub və son olaraq salfet yapışdıracağım. Salfet həm üz səthinin daha hamar olması üçündür. Eyni zamanda rəngi də ağ rəngi olur, yəni alt qatı itirir. Amma onu da deyim ki, baxmayaraq mən qara boyayacağam, rəngi də dəyişə bilərsiniz. Seçim sizin, fərqi yoxdur. Amma yəni son mərhələdə hər zaman salfetdən istifadə eləyirəm.
İndi isə robotun kənarları üçün kiçik dekorlar hazırlayırıq. Kardon artıq qala bilər, çünki içəri ilə xarici daxili qıvrımlarda fərq eləyir. Amma narahat olmayın, yəni yapışdırandan sonra da kəsə bilərsiniz. Daha sonra künc hissələrə jart kağız yapışdıracağım. Parça da yapışdırmaq olar. Bu həm kardon görüntüsünün itməsi və daha möhkəm olması üçündür. Çünki üzərini gümüş kağızla örtəndə alt hissədən bu dekor, yəni kardon forma görünə bilər. Ona görə dekorun tam formada qara kantla görünməsi üçün alt hissəni bu formada bükürük. Yəhyanın əlinə uyğun olaraq biraz da böyük götürüb əlcək hazırladım. Yəni ölçü yaşa görə fərq eləyir. Təxmini olaraq əlcəklərimiz hazırdır. Daha sonra üzərini kağızla örtəcəm. Hazırladığımız bütün dekorların üzərini gümüşü kağızla örtürük. Hətta mən kaskın da qurumağını gözlədim. Gözləyəndən sonra tam quruyur və onun da üzərini yenidən gümüşü kağızla bağlayacağım və ön hissənin daha simmetrik olması üçün eyni ölçülü üçbucaqlar kəsməyə çalışdım. Bunun üçün təxmini işarə qoyun. Çünki kaskda ön hissənin simmetrik olması daha çox gözə oxşuyur. Göz hissəyə sadə şəffaf plyonka belə listlər var. Onu da yapışdıra bilərsiniz. Mən qara plyonka tapdım ki, bu formada kaskımız daha gözəl görsənir. Dediyim kimi yoxdursa şəffafından da istifadə edə bilərsiniz. Məktəbli ləvazimatı satılan mağazalardan əldə etmək olar və üzərində dəlikdə açmaq olar. Çünki mən maskanı hazırlayandan sonra kaskı dəliklər açmışam. Bu formada qulaqlardır. Kaska yapışdıracağım ən sonda. Və bütün dekorlarımızı kağızla bükdükdən sonra paltarımız demək olar tam hazırdır. Kiçik hissələri də birləşdirib son olaraq videomuzu bitirirəm.
Bugünlük bu qədər. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək.